Şirvan şəhəri Bəxtiyar Vahabzadə küçəsi Dalan 3 ünvanında illərdir acınacaqlı vəziyyət hökm sürür. Ərazidə üfunət qoxusu və antisanitar vəziyyət bitmək bilmir. Sakinlər deyir ki, dözülməz vəziyyətlə bağlı aidiyyatı qurumlardan dəfələrlə köməklik istəyiblər. Lakin problem həll edilmədiyindən günü-gündən daha da böyüyür. Əməkdaşımız Yaqub Mehdoğlu sözü gedən ünvandan süjet hazırlayıb, bərabər izləyək. Bu bizim en güzel yerimizdir küçemizde. En güzel yerimizdir. Lezzet alırıq bundan. Mən gözümü açandan elə hər zaman burada kanalizasiyanı bu vəziyyətdə görmüşük. Burada bu dərə neçə illərdir biz bu əziyyəti çəkirik. Şirvan şəhəri Bəxtiyar Vahabzadə küçəsi Dalan 3-də yaşayan sakinlər deyir ki, evlərin yaxınlığında axan kanalizasiya suları səbəbindən ərazidə acınacaqlı vəziyyət hökm sürür. Hələ qışda təsəvvürlüyüm bu qədər bu iyyət dözülməzdirsə, yayda heç dözülməz. Mən məsələn çörək almağa gedirəm, səhər-səhər çörək alıb gələndə artıq iştahım küsür. Sakinlər bildirir ki, yağış yağanda kanalizasiya suları daşaraq həyətlərə, evlərin zirzəmlərinə dolur. Bu səbəbdən hasarlar da ciddi ziyan görür. Buradan su gələndə arxadan, o başdan da gələndə gəlir su, düz bərabər gedir, vurur evlərə. Demək olar ki, 60 ildən çoxdur bu vəziyyətdədir. Heç kim kömək eləmir. Məsələ ilə bağlı Şirvan şəhər su kanal idarəsindən bildirildi ki, söz gedən ərazidə problemin həlli üçün layihələndirmə işlərinə başlanılıb. Göstəricilər nəzərə alınmaqla layihələndirmə işləri aparılmışdır. Yəqin ki, qısa müddət ərzində gələcəkdə bunlar nəzərə alınaraq mühəndis texniki işlər başa çatdıqdan sonra həmin ərazilərə də kanalizasiya xətlərinin çəkilişi mütləqdir. Qurumun cavabından aydın olur ki, Şirvan şəhəri Bəxtiyar Vahabzadə küçəsi Dalan 3-də yaşayan sakinlər hələ biraz da səbr etməli olacaqlar. Yaqub Mehdoğlu, Uyğar Qaliboğlu, Diana Cəlali, Spice Xəbər, Şirvan.